Salam dostlar, bu cüslərlə bərabər Brookhaven'dan yeni gələn maşın güncəlləməsinə baxacağıq. Bu arada bildiyin niyə baxıram mən? Gördüyünüz kimi məsələn sağ yazıram, gördüyünüz kimi premium. Nəsə, qardaşım da deyir, qardaşımın səsini maalesef ki verə bilməyəcəm. O chatdən yazacaq. Nəsə. Təzə maşın yeri hardadır? Təzə maşınlar tapaq. Bu təzə gəlbə. Bu arada qardaşımın adını vermək istəyirəm. Qısa da ona So deyəcəm. So, təzə gələn maşınları bilirsən, chatə yaz. Təzə gələn tapdım. Aleyküm. Gördünüz kimi belə bir dənə maşın gəlib. Belə bir maşındır. Görürsən, özəllikləri yoxdur. Bu arada qardaşımın da premiumu var. Çox özəlliyi yoxdur. Bir də qızlara özəl gəlib belə bir də maşın. Amma bu qızlara özəl deyil çox. Yəni necə deyə bilərik. Bu rəngin boz kimi eləsək Mercedes oldu. Onun üçün mikrofon yox. Mən səsimi 5000 abunə görsəcəm, həqiqət səsimi nə effekt işlədirəm. Sən də səsi bir 10.000, 15.000-də görsədəcək. Bu maşında belə maşındır. Orada bunun yanına qoyublar, yəni bu maşında. İndi dostlar, bu arada bunlar Mini Cooper ailəsidir. Bu maşın. Gördünüz mü Mini Cooper ailəsi. Bu da təzə gələn maşınlardan bildiyi. Bu məncə şey oxşuyur, çox iyi. Sarı maşın var idi, nasıl bir dəqiqə görsədim. Böyle maşın idi. Bu maşın. Nəsi var? Bu maşının bir dənə növü də var idi. Gördüyüm belə bir dənə növ var, mavi. Bu da onların təzə ailəsini. Bir dəqiqə. Başa düşdük. So get buradan. Öyle millattan qalman bir dənə. Bu Mr. P maşınına oxşayır bu damda. Maşınımızı silək. Əsas gəldi, əsas maşına. Bu maşında, Bu maşın bir qoru edir. Of. Çox yaxşıdır ya. Bu pro maşında. Bununla qız tavlaya bilərsənmi? Eləyə bilərsiniz. Neyse, video bu kadar idi. Yok. Orada kardeşimin penthouse var. Penthouse çıxar bir dəqiqə sağ. Sol. Mən sən sol deyəcəm. Həqiqət adı sol deyəcəm. Penthouse çıxar bir dəqiqə həmin bina evin. Orada mən kimin fanıyam? Mən bu gördüyünüz bu adamın fanıyam. Solda Mahmuda hayran olub, oradakı Mahmuda. Ama əsas karakterimə budur, videoluk karakterlerim budur. Gel bura. Həqiqət adını deyə bilərəm hər saniyə burada. Qardaşım bax, beynimiz. Tez. Bilirsən, nasıl ev çıxarmalısan? Telefon mənə verir həqiqət aytda. İşte videonu bağlayırım dostlar mən burada. Həqiqət aytda telefonu. Dostlar, bir də gördüyünüz kimi adminlik var. Adminlik işləməyi qoyursan həqiqət aytda ya da ki həqiqət həyatda ayağıma əl vur. Eğer deyirsənsə adminlik işləməyi. Belə bir də özəl bir bu. Həqiqət adminlik. Nuyum yazıram mesela. Gördünüz mü? Nuyum göster. Bu hava adminliği de var. Neyse. Bilmiyorum. Hava səhəri diyor. Hava nasıl? Yağmur. Normal hava ne değil?
kalkması. Gördüğünüz gibi teknoloji evde. Yani bu evde. O bir de. Bir de. Ya bu evde yaşamak isteyenler böyle şeyler. Çok teknolojik bir evde burası. Bu evde evimiz. Kapısı ne yapıyoruz? Sosyal dersden faydasıydı. Görüyorsun böyle bir tane evde burası. Bu evde başka muhabbet yoktu. Gelmişsiniz çok güzel. İndi ben bir tane bum şokolata bileceğim evde yaşayacak. Bum şokolata. Kızlar bu arada ben həqiqət üzümü göstərdim səsindən də. O videoda yeşil ekran olmalıydım. Bizdə yeşil ekran yoxdur. İndi ama ses gelməsin deyə küçük ses falan belə gəldi başlıqda. Son göstərdiyim kimi bir ses gəlmişəm. Video bu qədər olsun. Sağ olun, salamat qalın. Orada filmlerimiz de var. İzlemeyi unutursunuz. Ayıp olsun. Neyse yalan dedim. Burada bitmiyor. Dostlar bu arada ben de siz insan pul kazanmak için belirliysen öyle diyorsun. Azerbaycan'da da pul modu yoktur. Ben de öyle pulları. Ben de akşam söyleyebilirim. Kardeşim bozarlar, yükleyebilirim ki oyun oynasın. Önemli keyfim pulsuları Allah'a. Yani boş yazsak bezler dostlar. Ben de boş danışmayayım zahmet olmasa. Ben de boş kartım yoktu. Hansısa vuz. Adlarını vermek istemem o kartım burada. Mesela var. Yani ben böyle kartlarım zaten yoktu. Ben neçə yaşındayım bunu deyə bilmərəm. Məktəbə gedəcək yaşdan bir damcı deyə bilmərik də onu. Neyse. Onun üçün indi yaşım bəlkə 18 falan ola bilər. Bilməz də. Mənim kartım var. Adı şəhərləri qoyuram. Videomuz da burada bitsin. Mən də çıxıram.